10-11 fevral 2026-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance'in Bakıya səfəri baş tutdu. Bu səfər iki dövlət arasında son aylar ərzində dərinləşən münasibətlərin qlobal nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər Azərbaycan-ABŞ münasibətlərinin rəsmi şəkildə strateji tərəfdaşlığa keçdiyini göstərdi. 10 fevral tarixində Prezident İlham Əliyev və ABŞ vitse-prezidenti J.D. Vance tərəfindən imzalanmış Azərbaycan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında strateji tərəfdaşlıq haqqında xartiya ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. İmzalama mərasimi zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, biz Azərbaycana çox müsbət münasibətə görə Trump-Vance administrasiyasına çox minnətdarıq. Bugün strateji tərəfdaşlıq xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir. ABŞ-nin vitse-prezidenti J.D. Vance öz növbəsində bildirdi ki, düşünürəm ki, Prezident Trump'ın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq. Xartiyada bildirilir ki, Azərbaycan və ABŞ Transxəzər nəqliyyat dəhlizini əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir. Xartiya müdafiə sahəsində iki tərəfli əməkdaşlıq üçün yol açır. Sənədə əsasən tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizmin təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar. Eyni zamanda kiber təhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Sənədə əsasən tərəflər beynəlxalq sülh və rifah naminə Trump marşrutunun əhəmiyyətini qəbul edirlər. Prezident İlham Əliyev bildirdi ki, TRIP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik. Səfər çərçivəsində J.D. Vance və xanımı Şəhidlər Xiyabanını ziyarət etdilər. Vance'in Bakıya səfəri gedişində imzalanmış strateji tərəfdaşlıq xartiyası və verilmiş bəyanatlar Azərbaycan-ABŞ münasibətlərinin tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunun bariz göstəricisidir. Bu səfər Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, yeni investisiya layihələrinin təşviqi və regional sabitliyin möhkəmləndirilməsi perspektivləri iki tərəfli əlaqələrin daha da inkişaf edəcəyini göstərir.